Uşaq olanda nənələrimiz həmişə bizə deyərdi ki, ay bala, yaş başla çölə çıxma, meningit olarsan. Bu vakamız 5 yaşında olan qız uşağı bizə müraciət edərkən tamamilə hursuz vəziyyətdə idi. Glasgow koma skoru 6-larda idi. Bu xəstəmizə meningit diaqnozu qoyduq və müalicə nəticəsində xəstəmiz normal vəziyyətdə evə yola salındı. Yaxşı, bəs bu uşaqda meningit necə oldu ki, inkişaf etdi? 2 həftə əvvəl valideynləri qulağında probka olduğunu fərq edir və həkimə götürərək uşağın qulağındakı probkanı çıxarmağını istəyirlər. Həkim buna müdaxilə etmək istəməsə də, valideyn bir həftə sonra təkrarı həkimə müraciət edir ki, bu probkanı yuma üsulu ilə qulaqdan xaric etsin. Həkim körpəyə edilən yuma üsulu ilə qulaqdan probkanın xaric edilməsi işləmini uygulayıb. Nəticədə qulaq daxilində olan mikroblar bizim daxili beynimizə keçərək meningitə səbəb olmuşdur. Çünki uşaqlarda hematoensefalik baryer dediyimiz beyin baryeri çox zəif olduğu üçün yaranan hər hansısa bir infeksiya və yaxud da ki, travma beyin qişalarının asanlıqla keçib böyük infeksiyalara səbəb ola bilir. Buradan analara səslənirəm ki, övladınızın qulaq boşluğuna müdaxilələri dayandırın. Uşaq çimdikdən sonra qulağını yan yatıraraq qulaqda yaranmış qulaq kirinin xaric olmasına sadəcə bu şəkildə yardımcı ola bilərsiniz. Qulağa hər hansısa bir çöplə və yaxud da ki, əlavə müdaxilələrlə sadəcə övladınızın sağlığına zərər vermiş olarsınız.